Aha, gördüyünüz kimi burada samolyot uçur və indi isə baş salaram burada necədir. Yuxarıda 5 AZN balansımız qeyd olunub. Aşağıda bu köhnə raudların tarixçəsidir, əmsallarıdır. Bu əmsalları biz necə tuturuq? İndi sizə göstərəcəm. Gördüyünüz kimi samolyot uçur və burada əmsallar, köhnə əmsallar, samolyot uçur. İndiki əmsal 11.56 və getdikcə qalxır əmsal. Uçub getdi. O deməkdir ki, artıq uduzdunuz. Yəni mərzinizi dayandırmadınızsa uduzursunuz. Aşağıda gördüyünüz iki xana var. İndi hal-hazırda bizə ikisi lazım deyil. Birinə baxaq. Orada mərcinizin məbləğini qeyd edirsiniz. İndi bu raundunu qurtarmanı gözləyək, mərc edək. Məsəl üçün 50 qəpik. Bu xanada 50 qəpik qeyd edirsiniz və gözləyirsiniz ki, raund bitsin. Bu koeffisient və yaxud əmsal qalxa bilər 100-ə kimi, 90-a kimi və yaxud başlayan kimi bir koeffisiyentdə uça bilər. Yəni burada bu oyunun da öz riskləri var. İndi gördüyünüz kimi belə deyil ki, həmişə qalxsın 10 koeffisiyentə kimi və qazancınızı 10 qat artırarsınız. Və 14.86 uçub getdi. İndi gördüyünüz kimi əmsallarda 2 dənə böyük əmsal gəlib. O deməkdir ki, indi bundan sonraki daha riskli ola bilər. Ona görə hələlik 30 qəpik mərc edək və yeni raundu gözləyirik. Mərcimizi etdik. Əsas odur ki, uzun məqsəddə oyun oynayasınız. Yəni çox və məsəl üçün gördüyünüz kimi 1.60 olan kimi nəqləşdirdik və uduşumuz 48 qəpik idi 30 qəpikdən, yəni 18 qəpik. Əsas marafon gedəsən uzun yol ilə. Yəni adamlar var ki, gözləyir 10 koeffisiyent, 20 koeffisiyent olsun. O axır əvvəl udusacaq məqsədsiz bir şeydir. Bütün strategiyaları yoxlamışıq. İndi 40 qəpik mərc edirik. Və qalxır. Və 60 qəpikdən nəqləşdiririk. 62 qəpik uduşumuz oldu. Və 2.86 uçdu. Artıq 4 koeffisiyent dalbadala yaxşı koeffisiyent verir. Güman ki, gördüyünüz kimi bir koeffisiyent də var orada. O bir koeffisiyent o demək ki, oyun başlayan kimi uduzub. Əziz izləyicilər, bu oyun necə olacaq deməli, bizim səhifəmizə abunə olun. Tez-tez sizə strategiyalar veriləcək. Və gördüyünüz kimi aşağıda ümumi mərclər var. Kim nə qədər mərc eləyib, hansı koeffisiyentdə götürüb və uduşu nə qədər. Gördüyünüz kimi burada Bobur 16.69 qəpik atıb, 1.50 koeffisiyentdə götürüb və uduşu 25 manat olub. Və yenə yeni mərclər gəlir, gördüyünüz kimi raund yeni başlayır. Hamı mərcini başlatdı və burada təmiz hamısı görsəlir. Tutdu 22 manatdan 1.13 koeffisiyentdən götürdü, 25 manat tutdu, 3 manat qabağa düşdü və belə. Və uçub getdi, gördüyünüz kimi 2 nəfər sadəcə qazancını əldə edə bildi. Və burada mərclərin də bölməsi var, gördüyünüz kimi. Ona daxil olursunuz, sizin mərclərinizi görsənir, uduşunuzu və mərcinizi və gördüyünüz kimi 3 round udmuşuq. Deməli, səhifəmizə abunə olun, canlıda tez-tez oynayacaq və sizə strategiyalar veriləcək. Uğurlar və bol qazanclar.